Salam, hər vaxtınız xeyir. Bu videoda biz Demin 20 variant sınaq imtahanı kitabından ədəbiyyat fənni üzrə sınaq imtahanı 5-ə baxacağıq. Bu sınaq imtahanının mövzuları erkən yeni dövr Azərbaycan ədəbiyyatını əhatə edir. Digər 4 sınaq da kanala yerləşdirilib və digər sınaqlar da çox qısa zamanda kanala yerləşdirilmiş olacaq. Siz də həm videolara baxıb məlumatlı ola bilərsiniz, həm də kanala abunə olub videoları bəyənməklə dəstəkdə ola bilərsiniz. İndi isə keçək suallara. Birinci sual. Vaqif yaradıcılığına aid yanlış fikri müəyyən edin. Yaradıcılığa lirik şeirlə başlayıb, ümumiyyətlə Vaqif lirik növdə yazıb. Lirik növdə yazıb B variantda dediyimiz fikirdir. Həm əruz, həm də hicab vəznində yazıb. Bu da doğru fikirdir. Gəraylı janrının gözəl nümunələri yaradıb. Vaqifin gəraylısı yox idi. Epik növdə və poema janrını yazmayıb. Bu da doğru fikirdir. 2. Vaqifin görmədiyim əsərlərinə aid doğru fikirləri müəyyənləşdirir. Əruz vəznində yazılıb, bəli, müxəmməsdir. Süjetli lirikanın ən yaxşı nümunələrindən süjetli lirika deyil. Zəmanəsinin əksər insan təbəqələri nəzərdən keçirir. Doğru fikirdir. Həyatının əvvəlində yazıb, xeyr, həyatının sonlarında yazıb. Cavab olur 1-3. Eybənd. 3. Klasteri tamamlayan fikirləri müəyyən edin. Pəri qoşması. Bir qızın gözəlliyindən danışılır. Bəli, bu pəridir. Daha sonra şeir El-Obanın tərəflədiyi bir qıza həsr edilib. Doğru fikirdir. Bədii xitab və bədii suallar üzərində qurulub. Xeyr, orada bədii sual, bədii xitab üzərində qurulub. Yəni, elə nümunə yoxdur. Kədərlənən lirik qəhrəmanın intizarında xüsusi yer verilmişdir. Bu da yoxdur. Pərinin tanınıb sevilməsinə səbəb ondakı müsbət keyfiyyətlərdir. Bəli. Pəri ellər yarışığı ölkə gözəl kimi qiymətləndirilir. Bəli. Cavab olur 1, 4, 5. C bəndi. 4-cü sual. Vaqifin Hayif ki yoxdur əsərinin məzmunla bağlı doğru fikirləri müəyyən edin. Şair əsrarəngiz təbii gözəlliyi olan Kür qırağının abad görmədiyinə təəssüflənir. Var idi. Bu cür gözəl yerdə insanlar varlı yaşasa da yox, onlar kasıb yaşayırdılar. Bu səhv fikirdir. Şair burada yaşayan gözəllərdə bəzək düzəyinin yerli yerində olmamasının təəssüf ilə qeyd edir. Bəli, bu da orada var idi. Şair gözəlliyi tamamlayan cəhətlərdən birinin də gözəl yaşamaq olduğunu vurğulayır. Belə bir fikir yox idi. 1-3 cavab olur C bəndi. 5. Durna teli qoluna əsasən cədvəldəki yanlış fikri müəyyən edin. Dəmirçioğlu sağalmışdı və nəticədə Telli xanımın kefi saz idi. Onun həyat yoldaşı idi və dastanı oxuyarda da orada elə bir cümlə var ki, Dəmirçioğlu sağalır və Telli xanımın kefi kök olur. Koroğlu düşünür ki, igidin başı qalda gərək, Eyvaza icazə verir ki, getsin. Bəli, bu durna teli boyunda olur. Eyvaza icazə verir ki, gedib xanımlar üçün durna teli gətirsin. Eyvaz durna ovlayır, düşmənə əsir düşür. Bu səbəb nəticə deyil. Eyvaz durna ovlayıb düşmənə əsir düşmür. Eyvaz durna ovuna gedəndə, durna teli ovuna gedəndə düşmənə əsir düşmüş olur. Cavab olur C bəndi. 6. Sxemi Koroğlu ilə Bolu bəy qolundakı hadisələrin ardıcılığına görə tamamlayan bəndi müəyyən edin. İsabala Koroğlunu quyudan çıxardı. Mehdər Murtuz özünü Qıratın ayaqlarının altına atdı. Dastanı oxuyanda orada var ki, Koroğlu Bolu bəyin təpəsinə qılıncı elə vurur ki, onun başı 2 yerə bölünür. Bunu görən Mehdər Murtuz da qorxusundan Koroğlunun ayağına düşür ki, yəni mən səhv etmişəm, sən məni bağışla. Bu da var E bəndində. Yəni dastanda bu cümlələr ardıcıl şəklində var. 7. Həmzənin Qıratı qaçırması qolundakı obrazı ilə bağlı uyğunsuzluğu müəyyən edin. Obraz və onun nitqi. Həsən Paşa. Mən əhd edirəm ki, Toqat paşalığını ona bağışlayım. Üstəlik qızlarımdan birini ona verim. Bu düz fikirdir. Bolu bəy, başa sağ olsun. Sən bilirsən ki, mən bu işin öhdəsindən gələrəm. Ancaq mənim bir şərtim var. Bu da düzdür. Xotkar. Koroğlu doğrudan da çox tuğyandı. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim, paşalar özləri onun öhdəsindən gələrlər. Bu fikir Hasan Paşa'ya aiddir. Hasan Paşa Xotkarın qəbulunda olarkən, yəni onunla görüşdə olarkən bu fikri söyləyir. Yəni Xotkarın deyil, Hasan Paşa'nın fikridir. 8. Düratın itməyə qoluna aid hadisələrin baş verilmə ardıcıllığını müəyyən edək. Qara xanın Mehdəri Koroğluya xəbər gətirir. Dəli Mehdər İlxını axtarmağa gedir.
Koroğlu özünü Qaraxana İlxıs kimi təqdim edir. Qaraxan özündən razılıq edir. Birinci olur, Dəli Mehter İlxını axtarmağa gedir. Sonra Qaraxanın Mehteri Koroğluya xəbər gətirir. 1. Koroğlu özünü Qaraxana İlxıs kimi təqdim edir. 3. Qaraxan özündən razılıq edir. 4. 2, 1, 3, 4. Abət. Bunu yəni dastana oxuyub, yəni bu tipli testlər zamanı ona görə biz dastanı, əsəri, poemanı nə verilibsə bizə, onu çox diqqətli oxumalıyıq ki, belə ardıcıllıq düşəndə biz hadisələrin ardıcıllığını düzgün təyin edə bilək. Əslində çətin sual deyil, sadəcə həmin bizə verilən əsəri, dastanı diqqətlə oxumuş olsaq, bu xronoloji ardıcıllığı asanlıqla düzə bilərik. Zamandakı ziddiyyətlərin, ədalətsizliyin qurbanı olan insanların kədərindən bəhs olunur. Fikir hansı əsərə aiddir? Təbii ki, Müsibətnamə. Bidadinin Müsibətnamə əsərinə aiddir. 10-cu sual. Klasteri tamamlayan fikirləri müəyyən edin. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı 17-18-ci əsrləri əhatə edir. Yəni bizə doğru fikirlər lazımdır. İctimai siyasi həyatdakı hadisələr ədəbiyyatda öz əksini tapırdı. Düz fikirdir. İntibah dövrü hesab olunur. Xeyr, intibah dövrünə aid biz testlər etmişik və intibah dövrü erkən yeni dövr deyil. Nizami Gəncəvinin biz onu Nizami Gəncəvi və Kitab Dədə Qorqud eposunu öyrənmişdik. Həmin dövr intibah dövrü hesab olunurdu. Xalq yaradıcılığının məzmun və formaca inkişafı ilə səciyyələnir. Düzdür. İlk dəfə ana dilli nəsr meydana çıxır. Ana dilli nəsr, xeyr, bu aid idi orta dövrə. Cavab olur 1, 3, 1. 11. Vaqif yazılı ilə bağlı Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Görmədim, bax. Eyler-Venn diaqramına uyğunluğu müəyyən edək. Həyatının son günlərində qələmə alıb. Həyatının son günlərində qələmə alıb. Bu hər ikisinə aid idi. Ortaq fikirdir bu. Bu gedir ortaya. İnsanları bir-bir nəzərdən keçirən şair onların eyiblərini sadalayırdı. Bu aid idi, görmədim. Təkcə Vaqifin yaradıcılığında deyil, ədəbiyyatımıza ictimai lirikanın ən yaxşı nümunələrindən sayılır. Bu da aid idi, görmədim. Sonra Zəmanəsinin ictimai siyasi eyiblərinə kəskin etirazını bildirib. Bu hər ikisinə aid fikirdir. Deyib. Qacarın timsalında zalım, qəddar hökümdarların talihindən ibrət almağa səsləyir. Bu da aid idi, bax. Bura gedir E. 1-ə B, C, 2-yə E, 3-ə A və D, cavab olur C bənd. 12. Hayb ki yoxdur əsərinin formasına aid. Formasını dediyi üçün biz onun form əlamətlərinə əsasən doğru fikri tapmalıyıq. A olmur. İctimai məzmunda yazılıb, bu məzmunda artıq. Dörtlü şəkilən cinas qafidən istifadə olunur, səhv fikirdir. Rədif əsasında adlandırılıb, şeir vahidi bənddir, bəli. Hayb ki yoxdur orada rədifdir, şeir vahiddə bənddir, yəni dörtlü şəklindir. Kür qırağının gözəlliyi təsvir olunub, bu məzmundur, forma deyil. 13. Koroğlu dastanına aid yanlış fikri müəyyən edin. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəlində baş verən hərəkatlar səsləşir. Bəli, Cəlalilər üsyanı. Dastanda dramatik ünsürlərə rast gəlinmir. Rast gəlinir. Dramatik ünsür nədir? Orada müəyyən konfliktlərin baş verməsi, müəyyən hadisələrin baş verməsi, müəyyən obrazların qarşı-qarşıya durması, bunlar dramatik ünsürlərdir və bunlar orada var idi. Cavab olur B. 14. Koroğlu dastanı əsasən uyğunluğu müəyyən edin. Dəli Həsən təmkinli idi. Bu elə bura uyğundur. Bəlli Əhməd təvəzzükar idi. Eyvaz səmimi idi. Dəmirçoğlu dözümlü idi. Elə hər kəs bir-birinə uyğundur. 1A, 2B, 3C, 4D. Cavab oldu A bənd. 15. Durna Teli qolunda baş verən hadisənin ardıcıllığını müəyyən edin. Baxaq. Qorxucusu Aslan Paşaya xəbər aparır. Koroğlu taxım pisən kişilə rastlaşır. Xoca dəlilərin tulma xəbərini gətirir. Cəllad Eyvadı dar ağacına gətirir. 1.
Birinci dəlilərin tutulma xəbərini Xoca Əziz gətirir. Daha sonra Koroğlu gedərkən o kişiyə rast gəlir, taxıl biçən kişiyə. Cəllad Eyvaz darağanına gətirir. Bu da sonda baş verir. Cavab olur A bəndi. 16. Abbas Tufarqanlıya aid doğru fikirləri müəyyən edin. Yaradıcılığında həyat həqiqətlərin ifadəsi var. Bəli, kitabda bu cümlədə var. Cəmiyyətdəki özbaşınalığa etiraz motivləri əsərlərində yer tapır. Bu da var. Cavab olur B bəndi. 17. Eller Venderqın sual işarəsinin yerinə uyğun gələn fikirləri müəyyən edin. Məsihi, Sahib Təbrizi. Bunların hər ikisində ortaq fikirlər. Əsərlərində humanist ideyalar, insana hörmət, sevgi hisslərə əksini tapmışdır. Var. Dövrün zülm və haqsızlığına açıq şəkildə etirazını bildirir. Yox idi. Hər ikisi eyni dövrdə yaşayıb. Bəli. Cavab olur 1-3 A bəndi. 18. Duratın itməyə qoluna aid doğru fikirləri müəyyən edin. Duratın itməyə qoluna aid doğru fikirlər. Baxaq. Qaraxanın Mehdəri Duratı ram edirlər. Yox. Koroğlu bu qolda Ballıcaya səfər edir. Koroğlunun Ballıca səfəri. Eyni zamanda bəli bu boy həm də Koroğlunun Ballıca səfərdə adlanır. Cavab oldu 2 götürürük. İlxını alıb qaydanda durnalara müraciətlə şeir oxuyur. Bu burada deyildi. Koroğlu Duratı alır, Qaraxanı öldürür. Bəli. 2-4 B bəndi. 19. Koroğlu ilə Bolu bəy qolunda verilmiş parça haqqında yanlış fikirləri müəyyənləşdirək. Belimdə yoxdur qılıncım, müxənnətə çatmır gücüm. Nə yorğan var, nə də cecim, zülüm, ay mədəd, ay mədəd. Koroğlu dastanından nəzm hissəsindən bir parçadır, qərar janrındadır. Bəli. Daxil olduğu qolun əvvəlinə aiddir. Xeyr. Heca vəznindədir, orta bəndlərdən biridir. Heca vəznindədir, orta bəndlərdən biridir. Bu da doğru fikirdir. Koroğlu dəlilərində olan İsabalanın dilindən verilib. İsabalanın yox, Koroğlunun öz dilindən verilib. Bu da səhv fikirdir. Bizdən yanlış fikirləri soruşduğu üçün dairələdiyimi yox, sildiklərimi götürür. Cavab olur 2-4 C bəndi. 20. Qazan xanın evinin yağmalandığı boy, Həmzənin qıratı qaçırması qolu. Uyğunluqları müəyyən edəcəyik. Baxaq. İgidliyi və mərdliyi ilə seçilən insan obrazı yaradılmışdır. Bu aiddir hər ikisinə. Çünki hər ikisində var belə obrazlar. Hadisələrin mənsiz qurulması ilə başlayır. Hadisələr mənsiz qurulması ilə başlayır. Bu da hər ikisinə aiddir, bəli. Hiləgərlik, qəhrəmanlıq üz-üzə gəlir. Hiləgərliklə qəhrəmanlıq üz-üzə gəlir. Bu aiddir Həmzənin qıratı qaçırmasına. Qəhrəman düşmənlə sona kimi tək başına vuruşur. Qəhrəman düşmənlə sona kimi tək başına vuruşur. Bu da aiddir bura. Düşmənlə döyüşdə əsas qəhrəmanla yarışır. Başqa igidlərdə hünər götürürlər. Bu da aiddir Qazan xanın evinin yağmalandığı boya. 1-ə E gedir. 2-yə C, D, 3-ə də A-dan B gedir. Cavab olur elə E bəndi. 21. Koroğlu dastanında Koroğlu dəlilərini birləşdirən ortaq xüsusiyyətləri müəyyənləşdirir. Eyvaz, Dəli Həsən, Dəmirçioğlu, Bəlli Əhməd. Mərd idilər, qorxmaz idilər, haqq ədaləti müdafiə edirdilər. Çünki onlardan bəzində təvəzzükarlıq vardı, bəzisində yox idi, bəzisi səmimi idi, bəzisi bəlkə deyildi, dözümlülük, yəni bunlar fərqli xüsusiyyətlərdir, amma hər biri mərd idi, qorxmaz idi, haqq ədalətdən müdafiə edirdilər. 22. Vaqif yaradıcılığı haqqında yanlış olan fikri müəyyən edək. İdeya məzmun reallığı nikbinlik, bəli. Xalq şeiri düzdür, xəlqlik düzdür, qadın gözəlin realist təsəvvürü, qadın gözəlin ilahi, sufi, panteist məzmun vermək xeyr. Bu Vaqifdə yox idi, Vaqifdə real təsvir idi.
23. Həyatının son günlərində qələmə alıb, zəmanəsinin ictimai-siyasi eyblərinə kəskin etirazını bildirir. Vaqifin bu bax idi, bir də görmədi. 1-3. 17-18-ci əsrlərdə yaranmış məhəbbət dastanlarını müəyyən edək. 17-18-ci əsr Abbas və Gülgəz var idi. Vərqa və Gülşah yox idi. Əsli və Kərəm də var idi. Cavab olur 1-3. 25. Keçəl Həmzənin qıratı qaçırması qoyla bağlı doğru fikirləri müəyyən edir. Koroğlunun aldadılmasının təsvir olunur, var idi. Koroğlu qıratın ardınca Bağdada gedir, xeyr. Həmzənin həm müsbət, həm də mənfi tərəfləri göstərilir, bəli, var idi. Nigar xanım bu qolda dəlilərin tərəfini saxlayır. Burada düzdür, çünki dəlilər deyirlər Həmzəyə inanmasın, amma Koroğlu inanmışdı. Koroğlu qıratın dalınca dəlilərlə bircə gedir, yox. Tək gedir. 1-3-4. 26. Nümunədə işlənmişdir. Koroğlu önündə mərdanə duran, bənövşə bığların dalından buran. Burada artıq mübaliğə hiss olundu. Bir əlində 7 ifçi nal qıran, bugün İsa bala burada gərəkdir. Burada var. Baxaq. Bənövşə bığlar epitetdir. Bir də mübaliğə də var. Metafor yoxdur. Ad dəyişmə yoxdur. Bənzətmə yoxdur. 27. Əsərlərlə fikirlərin uyğunluğunu müəyyən edin. Vərqa və Gülşah, Abbas və Gülgəz, müsibətnamə. Ciddi ictimai problemlərə qabarıq münasibət əks olunmuşdur. Ciddi ictimai problemlərə qabarıq münasibət əks olunmuşdur. Abbas və Gülgəz. Xoşbəxtliyə çatmaq üçün mübarizə aparmağın vacibliyi vurğulanır. Vərqa və Gülşah. Ədalətsizliyin qurbanı olan insanların faciəsi, müsibətnamə. 1-ə B, 2-ə A, 3-ə də C gedir. Mətnlə bağlı suallara baxaq. Vaqifin yox, Aşıq Ələsgərin görmədim şeiridir. Onlarla bağlı fikirlərə baxaq. Əsərlərin janr xüsusiyyətləri əsasında Eyler-Venn diaqramına uyğun fikirləri qeyd edin. Ələsgərin görmədim, Vaqifin görmədim. Bunlarda belə deyək, Vaqifin görmədimi müxəmməs idi və əruz vəznində idi. Ələsgərin görmədim isə heca vəznində qoşma idi və qoşmaca bu heca vəznindədir. Ya bu onların fərqli xüsusiyyətidir. Ortaq xüsusiyyətləri nə idi? Hər ikisi lirik növdə idi. Hər ikisi də bəndlər üzərində, yəni bəndlər şəklində qurulmuşdur. Bu onların ortaq fikri idi. Mətnin 3-cü bəndə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyən edib cədvəli tamamlayın. 3-cü bənd. Bura. Nəfs aldatdı, hər yetənə xan dedim. Bihudə kollara Gülüstan dedim. Burada təzad var. Bihudə kollara Gülüstan dedim. Əbəs yerə bir vəfaya can dedim. Zəhmətin çox çəkdim, karın görmədim. Nəfs aldatdı da metafordur. Nəfs aldatdı metafor. Daha sonra bihudə kollara Gülüstan dedim. Dedik ki, burada var idi təzad. Yəni bir-birindən fikirlər qarşı-qarşıya qoyulub. Sonra nə var burada? Hər yetənə xan dedim, hər yetənə xan dedim. Bu mübaliğədir, çünki burada şişirdilmə var ki, yəni hər kimi görürsə ona xan deyib. Bunları da bura qeyd edə bilərik. Vaqifin hayf ki yoxdur. Aşıq Ələsgərin görmədim əsərlərinin məzmunu baxımından ortaq xüsusiyyətləri müəyyən edək. Hər ikisinə aid. Bunların hər ikisində biz Vaqifin hayf ki yoxdur da, yəni oxumuşuq. Aşıq Ələsgərin görmədiyim şeirdə buradadır. Bunların hər ikisində şikayət ruhu var idi. Hayf ki yoxdur da biz bunu görürük. Burada da Aşıq Ələsgərin görmədiyim şeirində də biz onu görürük ki, hər ikisində şikayət var idi. Daha sonra burada nə deyə bilərik? Burada bədbillik də var. Burada da var. Vaqifin hayf ki yoxdurunda da o bədbillik hiss olunur. Bu fikirləri də bura biz qeyd edə bilərik.